Bu günləri müqəddəs Qurban bayramıdır, mərhəmət bayramıdır. 2025-ci il. Mən dindar deyiləm. Buranı təfsiri ilə oxumuşam. Dindar dostlarım var, qardaşlarım var. Bir neçə dini mütaliə eləmişəm, Kabala oxuyuram hal-hazırda. Bu videonu çəkmək, elmi biliklərimi demonstra eləmək üçün deyil. Mənim elmi təhsili, dini elmi təhsili olan dindar qardaşlarım deyir ki, insan öləndə birinci axirət dünyasında onun qarşısına çıxan vicdanı olacaq. Və mən bir neçə kitabı qiraət elədiyimə görə, əgər bu bir konverdirsə, yaradan Allah Taala insanı yaradırsa, birinci onun üzərinə Materinski plata kimi vicdan qoyur. Vicdanı varsa, ömrünün axırına kimi normalni yaşayacaq, heç kimə ziyan gətirməyəcək. Məhz Qurban bayramına gətirib bunu çalışdırıram ki, məhz vicdandan doğur mərhəmət hissi. Vicdanın varsa, niyə kiməsə ziyan vurasan, kimisə incidəsən, qəddarlıq göstərəsən. Bu həyat adlanan yolda kimsə Allahın verdiyi, yazdığı bu praşivkanı, vicdanı itirir, sındırır. Yəni, hər adama qismət olmur ki, bu dünyadan vicdanını köçüb getsin. Bir daha bayramımız mübarək.